Salam, əziz coğrafiyaçılar. Bu günləri 171 testdən ibarət olan materiklərin iqlimi testlərinin izahına baxacaq. Test 1. Yayda tropik, qışda mülayim hava kütlələrinin üstünlük təşkil etdiyi iqlim qurşağını və onun daha böyük sahə tutduğu materiki müəyyən edin. Deməli, yayda tropik, qışda mülayim hava kütlələri təsir etsin. Əlbəttə ki, bu keçid iqlimi olan subtropik iqlim qurşağı olacaq. Subtropik iqlim qurşağı, bəli. Subtropik iqlim qurşağı və hansı materikdə daha çox ərazi tutar? Subtropik iqlim qurşağı, baxın. Əlbəttə ki, Avrasiyada daha böyük ərazi tutar. Afrikada yalnız şimalında kiçik hissədə, bir də cənubunda kiçik hissələrdə ərazi tutur. Ona görə oldu D variantı. İkinci sual. Avrasiya materikində subtropik iqlim qurşağında yayılan iqlim tiplərini müəyyən edin. Avrasiyanın subtropikində Aralıq dənizi tipi var, kontinental tipi var, bir də musson iqlim tipi yerləşir. Yəni Aralıq dənizi, kontinental və musson. Üçüncü sual. Ərazisində mülayim iqlim qurşağı yaranan materikləri müəyyən edin. Mülayim iqlim qurşağı hansı materiklərdə var? Şimali Amerikada var, Avrasiyada var, Cənubi Amerika materikində mövcuddur. Bir də Antarktidanın şimal ucqar nöqtəsində mövcuddur. Yəni Avrasiya, Şimali Amerika, Cənubi Amerika və Antarktida. Hansılar oldu? Avrasiya, Şimali Amerika, Cənubi Amerika və Antarktida. Yəni Avrasiya, Şimali Amerika, Cənubi Amerika, Antarktida da olsaydı götürmək olardı. Dördüncü sual. Subarktik və subantarktik iqlim qurşaqlarının olmadığı materiklər. Subarktik və subantarktik iqlim qurşağının olmadığı materiklər. Fikir verin, Cənubi Amerikada nə subarktik var, nə subantarktik var. Afrikada həmçinin. Avustraliyada həmçinin nə subarktik, nə də subantarktik iqlim qurşağı mövcuddur. Afrika, Avustraliya və Cənubi Amerika B variantı. Növbəti 15-ci sual. İqlim qurşaqları və təbii zonalar təkrar olunmayan materiklər. Yoldaşlar, yəni ki, həm şimalında, həm cənubunda eyni iqlim qurşağı təkrarlanmasın. Misal üçün Afrikaya baxaq. Mərkəzində ekvator, şimalında bir subekvatorial, cənubda subekvatorial. Şimalda bir tropik, cənubda bir tropik. Yəni iqlimləri simmetrik paylanıb. Eynən Cənubi Amerikada simmetrik olmasa da tam, amma şimalında subekvatorial, cənubunda subekvatorial. Yəni təkrarlanma var. İki materikin ikisində də iqlim qurşağında təkrarlanma var. Ancaq Avrasiyada, Şimali Amerika, Avustraliya və Antarktida materiklərində isə iqlim qurşağı təkrarlanmır. Təkrarlanmayan Avrasiya, Şimali Amerika, Avustraliya və Antarktida materikidir. Sonra 6-ya baxaq. Afrika materikinə aid olmayan xüsusiyyətləri müəyyən edin. Yəni Afrika materikinə aid olmasın. Ərazisinin çox hissəsi mülayim iqlim qurşağında yerləşir. Aid olmayanların biri budur. Çünki ümumiyyətlə Afrikada mülayim yoxdur. Ərazisinin çox hissəsi qədim platformada yerləşirmi? Bəli, qədim materikin mərkəzi hissəsi olan Gondvananın mərkəzi Afrikadır və həm də qədim platformada yerləşir ərazisinin böyük hissəsi. Tropik səhralar geniş sahə tuturmu? Bəli, tropik səhralar geniş sahə tutur. Çünki dünyanın böyük Saxara səhrası, Namib, Kalahari səhraları mövcuddur. Günəş ildə bir dəfə zenitdə olurmu? Xeyr, yanlış fikirdir, götürürük. Çünki tropiklərin arası olduğu üçün Günəş ümumiyyətlə Afrika materikində il boyu zenitdədir. Şimal-qərb sahillərinə qərb küləkləri cəryanı təsir göstərir. Şimal-qərb sahillərində soyuq kanar cəryanı təsir göstərir. Qərb küləkləri cəryanı bax bu istiqamətdən keçir. Afrikaya təsir edən onun sol qolu olan Bengel cəryanıdır. Yəni şimal-qərbinə soyuq kanar cəryanı təsir göstərir. Ona görə 5 də yanlışdır, götürürük. 1, 4, 5 B variantı. 7. Afrikanın ən isti materik olması əlaqədardır. Çünki tropik enliklərdə geniş ərazi tutur. Hansı materik ki, tropik enliklərdə geniş ərazi tutacaq, həmin materik dünyanın ən isti materiki olacaq. Çünki tropik ərazilərdə geniş sahə tutur. Növbəti. Avustraliya materikində hansı iqlim qurşaqları yaranmır? Avustraliyada hansı iqlim qurşaqları yaranmır? Ekvatorial yaranır, tropik yaranır, subtropik yaranır. Yaranmayanlar hansılar oldu? Daha doğrusu subekvatorial yaranır, tropik yaranır, subtropik yaranır. Yaranmayanlar hansılar oldu? Yerdə qalanlar isə yaranmayanlar. Tropik yaranır, olmaz. Subekvatorial yaranır. Bəli, subekvatorial yaranır. Subtropik də yaranır. Yaranmayan hansıdır? Ekvatorialla subantarktik.
9. Asiyada kontinental iqlim tipinin hakim olduğu əraziləri müəyyən edin. Yoldaşlar, bir neçə dəfə bax bu tipləri demişəm sizə. Asiyanın ən kontinental ərazisi, hətta dünyanın ən kontinental ərazisi Orta Asiyadır. Orta Asiya dünyanın ən kontinental əraziləri hesab edilir. Orada hansı oroqrafik vahidlər var? Orta Sibir yaylası və Mərkəzi Asiya. Yəni dünyanın ən kontinental ərazisi hesab edilir. 10-cu sual. Qaraqum və Qızılqum səhralarının əmələ gəlmələrinin səbəbləri. Yoldaşlar, səhraların yaranması üçün bir neçə səbəblər olar. Onlar materikin sahillərində yerləşərsə, tropik enliklərdə, soyuq okean cəryanları təsir eləyərsə, misal üçün Namib səhrası, Atakama səhrası kimi səhraları yarada bilər. Materiklərin mərkəzi hissələrində olarsa, tropiklərdə, materiklərin mərkəzi hissələrində rütubətdən kənar ərazi olarsa, həmin ərazilərdə də səhralar yarana bilər. Məhz Qaraqum və Qızılqum səhraları, subtropikin səhraları olan səhraların yaranma səbəbi materiklərin mərkəzi hissələrində, daxili hissələrində yerləşməsidir. 11-ci sual. Avrasiya materikinin hansı iqlim qurşaqlarında səhralar yayılmışdır? Yoldaşlar, Avrasiyanın səhraları fikir verin. Ərəbistanda Rübəl Xalid, Böyük Nəfud, Kiçik Nəfud səhraları mövcuddur. İranın tropikində Dəşti Kəbir, Dəşti Lut səhraları. Yəni tropikdə bu səhralar var. Keçdik subtropikinə. Subtropikində misal üçün Qaraqum və Qızılqum səhraları yerləşir subtropikdə. Aydındır. Keçdik mülayimə. Mülayimdən isə misal üçün Qobi səhrasını misal çəkə bilərik. Bəli. Həm tropik, həm subtropik, həm də mülayim iqlim qurşağında yerləşən səhralar mövcuddur Avrasiyada. 12-ci sual. Nə deyir bizə? Avrasiya materiki üçün xarakterik olmayan xüsusiyyətlər. Baxaq görək Avrasiya üçün nələr xarakterik deyilmiş. Bütün ucqar nöqtələri şimal yarımkürəsində yerləşir. Bəli. Bütün ucqar nöqtələr Avrasiyada ekvatordan şimalda yerləşir. Bütün ucqar nöqtələri. Sonra 4 okeanla əhatə olunmuşdur. Bəli. Şimal buzlu Atlantik, Hind və Sakit okean. Şimal yarımkürəsinin bütün iqlim qurşaqlarında yerləşir. Bəli, bu da düz fikirdir. Mülayim iqlim qurşağı geniş sahə tuturmu? Bəli, mərkəzində mülayim iqlim qurşağı geniş sahə tutur. Tropik iqlim qurşağı tam zolaq əmələ gətirir. Xeyr, tropik iqlim qurşağımız Hindistanla Pakistanın sərhəddə olan, bax burada Tar səhrası rayonunda qırılır, yerini verir subekvatoriyala. Bəli, bu fikir yanlışdır, zolaq əmələ gətirilmiş. 13. Avropanın iqlim qurşaqları. Avropanın hansı iqlim qurşaqları var? Əlbəttə subtropik, mülayim, subaktik və şimaldakı adalarında isə aktik iqlim qurşağı mövcuddur. Subtropik, sonra mülayim və subarktik iqlim qurşağı. Hətta şimaldakı adalarında aktik də mövcuddur. Növbəti, yəni nələr ola bilər? 6, 3, 5, 6 nağdıdır. 3, 5, 6. Əgər 2-ni də versəydi, adalara görə götürmək olardı. 14-cü sual. Mülayim iqlim qurşağında yerləşən ölkələri müəyyən edin. Yoldaşlar, Ukrayna yerləşir mülayimin, bax bu hissədə yerləşir, bax dəqiq görsədim yerin, Ukrayna mülayim kontinentalında yerləşir. Polşa həmçinin. Böyük Britaniya mülayimin dəniz iqlim tipindədir. Elə A variantı birbaşa cavabımızdır. Digər variantlara da baxaq istəyirsiniz. Türkiyə subtropikin Aralıq dənizidir, misal üçün olmaz. Almaniya mülayimin mussonuna da düşür, daha doğrusu mülayimin dənizinə də düşür bir hissəsi mülayim kontinentalına. Meksika tropik səhradır. Bəli, tropikin səhrasındadır. Hindistan subekvatorialdır. Azərbaycan mülayim və subtropikdə yerləşir. İspaniya subtropikdə yerləşir. Əlcəzair yerləşir tropik və subtropikdə. Belarusiya yerləşir mülayimdə. Çin isə yerləşir subtropik, mülayim iqlim qurşaqlarında. Hətta subekvatorial iqlim qurşağında da yerləşir bir hissəsi. Yəni ki, mülayimdə deyil. Mülayimdə olan A variantı Ukrayna, Polşa və Böyük Britaniya. Növbəti sual. Əsasən tropik iqlim qurşağında yerləşən ölkələr qrupunu müəyyən edin. Tropikdə yerləşən ölkələr Senegal. Yerləşir harda? Bax, Senegalın bir hissəsi subekvatorialdadır, bir hissəsi tropikdədir. Əsasən tropik deyirsə, ona görə ümumiyyətlə A variantın Senegala götürə bilməliyik. Sonra misalcı Hindistan harada yerləşir? Hindistan yerləşir, əsasən subekvatorialda yerləşir, ona görə B-ni də götürə bilməliyik. Uruqvay yerləşir harada? Baxın, Uruqvay yerləşir subtropikə də düşür, bir hissəsi də düşür
Subtropik və tropikin rütubətli tipində yerləşir. Əsasən 2 iqlim qurşağında. Sonra Monqolistan mülayimdədir. Ona görə götürə bilmirik. Sonra Meksika yerləşir harada? Bəli, tropikdə yerləşir. Misir, bəli, tropikdə yerləşir. Yəmən, Omandır, Yəməndir, bəli, tropikdə yerləşirlər. Sonra hansı qaldı? Əlcəzair də tropikdə yerləşir. Ona görə D variantı bizim düzgün variantımızdır. İndoneziya ekvatorial və subekvatorialda yerləşir. 16 nə istəyir bizdən? Afrikada yaranmayan iqlim qurşaqları. Yoldaşlar, Afrikada ekvatorial var, subekvatorial var, tropik var və subtropik var. Olmayan yerdə qalan iqlim qurşaqları olmayanlardır. Tropik var, subtropik var, sonra subtropik var. Mülayim yoxdur. Bax, bu D variantında olanların heç biri yoxdur. B'də isə ekvatorial var, subekvatorial var. 17-ci sual. Afrika və Avustraliya materiklərində yaranan iqlim qurşaqları. Afrika və Avustraliya materiklərində hansı iqlim qurşaqları yaranır? Yoldaşlar, Afrika və Avustraliyada hər birində subekvatorial, tropik, subtropik mövcuddur. Bəli, ekvatorial, daha doğrusu subekvatorial, tropik və subtropik iqlim qurşaqları Afrika və Avustraliya materikində mövcuddur. Növbəti sual. Antarktida az yağıntı alan materik olsa da, orada rütubətlik əmsalının vahiddən böyük olmasının səbəbi. Bizim rütubətli əmsalımız üçün bir düsturumuz var. Rütubətli əmsalı bərabərdir yağıntı böl buxarlanma. Bəli, yağıntı azdır. Misal üçün 100 milli. İş orasındadır ki, buxarlanma da azdır. Buxarlanma da misal üçün 80 milli, 100 millidir. Yəni ona görə 100-ü 80-ə 100-ə böləndə 1 və 1-dən yuxarı rəqəm ədəd alınır. Bəli, ona görə rütubətliyimiz 1 və 1-dən yuxarıdırsa, həmin ərazi rütubətli ərazilər hesab edilir. Günəşin materik səthində zəif qızması. Sonra orta hündürlük yüksək olması. Xeyr, hündürlüyün heç bir əlaqəsi yoxdur. Hündürlük yüksək olsa belə, misal üçün, hündürlüklə əlaqəsi yoxdur. Digər materiklərdən uzaqda yerləşməsi nə əlaqə? Buxarlanmanın yüksək olması, xeyr, soyuqdur, buxarlanma yoxdur. Düz radiasiyanın kəmiyyətinin üstün olması. Düz radiasiyanın bəli, kəmiyyəti üstündür. Ancaq ki, o Antarktidanın rütubətliyinin çox olmasına səbəb deyil. Rütubətliyin çox olmasına səbəb bu fikirlər içində. Günəşin materik səthinə zəif qızması, yəni ki, itib bucaqlarının düşməsi, bunun nəticəsində buxarlanma qabiliyyətinin az olması və yağıntı ilə buxarlanma qabiliyyətini bir-birinə böləndə istər-istəməz rütubətlik böyük bir kəmiyyət alır. 19. Cənubi Amerikada ekvatordan cənubda yerləşən iqlim qurşaqlarının ardıcıl sırasını müəyyən edin. Ekvatordan cənubda hansılar var? Subekvatorial var, tropik yerləşir, subtropik var və mülayim. Subekvatorial, tropik, subtropik və mülayim. Yəni, olur hansı ilə A variantı. Fikir verin. Subekvatorial, tropik, subtropik, mülayim. Burada da görürsünüz. 20-ci suala baxaq. Cənubi Amerikada odlu torpaq adalarından ekvatoradək olan iqlim qurşaqlarının ardıcıl sırası müəyyən edin. Cənubi Amerikada odlu torpaq adasından hara doğru? Ekvatoradək olan iqlim qurşaqlarının. Odlu torpaq mülayim, ekvatora gəlirsən subtropik, sonra tropik, sonra subekvatorial və ekvatorial. O da hansı variantda var? D variantına baxın. Mülayim, subtropik, tropik, subekvatorial və ekvatorial. 21. Şimali Amerikada arktik hava kütlələrinin materikin cənubuna qədər yayıla bilməsinin səbəbi. Ona görə ki, şimaldan gələn soyuq hava kütlələrinin qarşısını kəsəcək. Burada heç bir maneə yoxdur. Ona görə rahatlıqla materikin mərkəzinə doğru gəlib çata bilirlər. Çünki dağ silsilələri materikin hansı hissəsində yerləşib? Qərbində yerləşib və şimaldan heç bir hava kütləsinin qarşısını kəsən bir maneə yoxdur. Ona görə hava kütlələri rahatlıqla mərkəzi hissələrə qədər gəlib çata bilirlər. Dağ silsiləsinin əsasən meridian istiqamətində uzanması hava kütlələrinin qarşısını kəsə bilmir. Yəni, maneə törədə bilmir. Növbəti sual. 22. Antarktidanın mərkəzi hissəsinin iqliminin sahilboyu sahillərinin iqlimindən fərqi. Antarktidanın mərkəzi hissəsinin iqliminin sahilboyu sahillərinin iqlimindən fərqi. Əlbəttə ki, müəyyən qədər sahilboyu ərazilərdə müəyyən qədər rütubət
bol ola bilər. Müəyyən qədər temperatur az ola bilər. Materikin mərkəzi hissələri həddindən artıq quru, həddindən artıq şaxtalı və həddindən artıq çox soyuq olmasıdır. Və ümumiyyətlə mərkəzi hissələrdə quru, şaxta, çox soyuq, alçaq temperatur və yağıntı da az. Demək olar ki, olmur. Çünki hava həddindən artıq soyuqdur. Baxaq, alçaq təzyiq sahəsi xeyr, yüksək təzyiq sahəsidir. Ümumiyyətlə Antarktida. Yüksək temperatur xeyr, alçaq temperatur. Yüksək temperatur xeyr, Antarktidada alçaq temperatur. Alçaq temperatur və bol yağıntı xeyr, Antarktidanın mərkəzi quru kontinental soyuq ərazidir. Yağıntı ola bilməz. Çox alçaq temperatur və yağıntının azlığı. Bəli. 23. Şimali və Cənubi Amerika materikləri üçün ümumi olmayan iqlim qurşaqlarını müəyyən edin. Şimal və Cənubun oxşar olmayan iqlim qurşaqları. Misal üçün, Cənubda ekvatorial var, şimalda yoxdur. Bəli, biri budur. Oxşar olmayanların biri budur. Sonra, şimalda misal üçün, mülayim var, Cənubda da var. Şimalda subaktik var və aktik var, Cənubda bunlar yoxdur. Subaktik var, bir də aktik var. Bəli, bunlar Cənubda yoxdur. 1-3-6'lar fərqli iqlimlərdir. 24. Afrika materiki üzərində tropik hava kütlələrinin səciyyəvi xüsusiyyətləri. Tropik hava kütlələrinin Afrika materikinin üzərində səciyyəvi xüsusiyyətləri nə var? Yəni, tropikin hansı tipi var Afrikada? Bəli, tropikin Afrikada səhra tipi var. Quru və isti tipi var. Bu səciyyəvi xüsusiyyətidir. Yəni, səhra, yəni quru və isti. Quru və isti olması. Misal üçün, digər materiklərin üzərində tropikin rütubətli tipi, misal üçün, müəyyən qədər çox ərazi tutsa belə, Afrikada səciyyəvi olaraq böyük ərazidə tropikin səhra tipi, isti tipi yerləşir. 25. Böyük səhrada atmosfer yağıntılarının az düşməsinin səbəbi. Nəyə görə böyük səhrada atmosfer yağıntıları az düşər? Baxaq variantlara. Qalxal hava, xeyr. Tropik enən hava. Buxarlanma qabiliyyətinin çox olması. Buxarlanma qabiliyyəti çoxdur, amma burada yağıntı azdır. Yəni, konkret buxarlanma qabiliyyətinin çox olması həmin ərazidə yağıntının az düşməsinə səbəb deyil. Yəni ki, misal üçün, tropikin dəniz üzərini fikirləşin, orada da buxarlanma qabiliyyəti çoxdur. O deməkdir ki, orada yağıntı yoxdur, xeyr, var. Yağıntının olmamasının səbəbi ola bilər ki, həmin ərazidə enən hava axınları olsun, hava doyma həddindən uzaq olsun, su olmasın. Aydındır, budur şərtlər. Günəşin böyük bucaq altında görünməsi, dediyimiz kimi, tropikin dənizində də böyük bucaq altında görünür və yaxud da ekvatorda böyük bucaq altında görünür. Amma yağıntı da mövcuddur. İndi Y variantına baxaq. Enən hava axınlarının üstünlüyü. Bəli, enən hava axınları yüksək təzyiq sahəsi, havanın doyma həddindən uzaqlaşması həmin ərazidə yağıntıların az düşməsinə səbəb olur. Növbəti. Bir dəqiqə. Avustraliyanın qərb sahillərinə nisbətən şərq sahillərinə daha çox yağıntı düşməsinin səbəbi. Çünki Avustraliyanın bax bu şərq hissəsində böyük su harici dağlar Sakit okeandan gələn rütubətli havanı gətirib bu hissələrdə kəsir qarşısını və şərq hissəsinə bol yağıntı verə bilir. İsti cəryan. Qərb hissəsində isə soyuq cəryan, Qərbi Avstraliya cəryanı materikin mərkəzi hissələrinə qədər gəlib, həmin ərazini kontinentallaşdırır. Aydındır, baxaq variantlara. Qərb sahillərində qalxan, şərq sahillərində enən, xeyr, hər birində enən havadır. Sadəcə birinə isti cəryan, digərinə soyuq cəryan təsir edir. Böyük sədrifinin, xeyr, sədrifi yox, böyük su harici sıra dağlarının yerləşməsi və isti okean cəryanlarının bəli təsiri. Bura Şərqi Avstraliya isti cəryanı təsir edir, bol yağıntı gətirir. Bu hissə Qərbi Avstraliya cəryanı qərbinə soyuq və quru hava gətirir, səhranı yaradır. Deməli, bir də təkrar olmağına görə deyim ki, bax, isti cəryanlar materiklərin sahillərinə bol rütubət gətirər, soyuq cəryanlar isə quru və səhranın yaranmasına səbəb olar, enliyindən asılı olaraq. 27. Aralıq dənizi iqlim tipinə malik olan Cənub-Qərbi Avstraliyada hava şəraitinin quru və isti keçdiyi aylar. Aralıq dənizi iqlim tipinə malik olan Cənub-Qərbi Avstraliya, yoldaşlar, ümumiyyətlə Aralıq dənizində yağıntılar nə zaman yağır? Aralıq dənizində yağır yağıntılar qış aylarında. Cənubun qışı nə zamandır? Diaqram bu formada olur. Temperatur diaqramı Cənubun qışı isə olur nə? İyun-iyul aylarında. Yəni iyun-iyul-avqust aylarında. Bax, bu hissələrə yağıntı yağar. Yəni qış aylarında. Cənubun qışı iyun, iyul və avqust aylarıdır.
tipində markanın cənub-qərbi Avstraliyada hava şəraitinin quru və isti. Bizə deyir quru və isti keçməsidir. Bəli, yağıntılar iyun-avqustda yağar. Quru isti keçdiyi ərazilər isə cənubun yayı, yəni dekabr, yanvar, fevral aylarıdır. 28. Aralıq dənizi iqlim tipinə malik olan cənub-qərbi Afrikada illik yağıntının əsas hissəsinin düşdüyü aylar. Cənub-qərbi hara? Aralıq dənizi iqlim tipinə malik olan cənub-qərbi Afrikada. Afrikanın cənub-qərbində, bəli, Aralıq dənizi iqlim tipinin yerləşdiyi bax bu ərazidə yağıntılar qış aylarında yağar. Cənubun qışı nə zamandır? Cənubun qışı iyun, avqust aylarıdır. Bizə nə deyir? Qərbi Afrikada illik yağıntının əsas hissəsinin düşdüyü aylar, bəli. Yəni iyun, avqust ayları. Yəni D variantı. 29-cu sualımıza baxaq. Efiopiya yaylasında havanın orta illik temperaturunun Somali yarımadasına nisbətən aşağı olmasının səbəbi. Deməli nə deyir? Efiopiya, bir dəqiqə. Efiopiya yaylasında havanın orta illik temperaturunun Somali yarımadasına nisbətən aşağı olmasının, deməli Efiopiya yaylası və Somali yarımadasına nisbətən aşağı olmasının səbəbi. Deməli, hər biri harada yerləşir? Hər biri yerləşir subekvatoral iqlim qurşağında. Demək olar ki, temperaturları bərabərdir. Bir dəqiqə, hər biri subekvatoral iqlim qurşağı, temperaturları bərabərdir. Bəs nəyə görə Somali yarımadasına nisbətən aşağı olur Efiopiya yaylasında temperatur? Baxaq. Tropik kontinental hava kütlələrinin təsiri. Hər birinə təsir edir tropik. Mütləq hündürlüyünün yüksək olması. Bəli, Efiopiya yaylasında rastlaşın 4620 metrə. Əksər dağlardan hündürdür, yaylı olmağına baxmayaraq. Və Somali yarımadasından da hündürdür. Ona görə həmin ərazilər nisbətən Somalidən soyuqdur. Afrikanın cənubunda pasatların şimala nisbətən rütubətli olmasının səbəbi. Nəyə görə Afrikanın cənubunda pasatlar şimalına nisbətən rütubətlidir? Baxaq. Cənubda hündür dağların olması, materikin cənub hissəsinin daha ensiz olması, sahilindən soyuq köklərin cəryanlarının keçməsi, Madagaskar adasının təsiri, cənub pasatlarının okean üzərindən gəlməsi. İndi fikir verin. Y variantına fikir verin. Cənub pasatlarının okean üzərindən gəlməsi. Bəli, okean üzərindən gələn pasatlar. Deməli, ərazi neyini? Ərazini rütubətləndirir. Amma şimalda quru üzərindən gəlir və quru üzərindən gələn pasatlar istər-istəməz həmin ərazini nə edir? Quru və isti edir. Ona görə Y variantı. Növbəti sual. Eyni sual demək olar ki, Afrikada şimal-şərq pasatlarının cənub-şərq pasatlarına nisbətən quru olmasının səbəbi bayaq dediyimiz kimi şimal-şərqdən gələn pasatlar harada? Quru üzərində gəlir və quru üzərindədirsə quru isti kontinental olacaq. Cənubda isə okean üzərindən gəlir, rütubətlidir yəni ki. Ona görə cənub pasatları daha rütubətli hesab edilir. Növbəti. Avrasiyada müxtəlif iqlim tiplərinin yarandığı iqlim qurşaqları. Avrasiyada baxaq. Misal üçün, mülayimin dənizi var, mülayim kontinentalı, kəskin kontinental və mussonu var. Yeri gəlmişkən, həmişə materiklərin şimalda şərq hissələri musson olmağına baxmayaraq, diqqətli olun. Burada Kamçatka yarımadası mülayimin dəniz tipindədir. Bunu yadda saxlayın. Deməli, musson mülayimin tipləri oldu. Subtropikin də tipləri var. Bəli, mülayimin tipləri var. Bir də subtropikin tipləri mövcuddur. Baxaq, mülayim və subtropik. B variantı. Şərqi Asiyada yay ayları üçün hakim küləklərin istiqamətinin düzgün əks etdirən sxemi tamamlayın. Şərqi Asiya, hakim küləklər. Hansı küləklər? Bəli. Demək istəyirsiniz ki, mövsümi küləklər olan mussonlar. Mussonlar həmişə əsasən hansı hissədən əsir? Yay aylarında. Yay aylarında bəli şərqdən əsir, bol yağıntı gətirir. Hakim küləklərin istiqaməti əsasən sudan, okeandan quruya doğru. Bəli, D variantı. Düz fikirləşmişsiniz. 34. Cənubi Asiyada qış ayları üçün hakim külənin istiqaməti. Cənubi Asiyada yayda deməli nə olur? Ekvatoral hava kütlələri subtropika doğru gəlir. Qışda isə tropiklər gəlir subekvatoriyala doğru. Yəni qış aylarında hakim küləklər tropiklərdən, yəni subtropikin özündən şimalda olan qonşusunun təsirinə məruz qalır. Yəni ki, A variantı. Növbəti suala baxaq. Nə deyir? Xəritə
sxemdə verilən rəqəmlərə əsasən Avrasiyanın subtropik iqlim qurşağında yaranan iqlim tiplərini müəyyən edin. Subtropik iqlim qurşağında hansı iqlim tipləri yaranır? Əlbəttə ki, bax, birdə Türkiyə, Kiçik Asiya, yəni hansı iqlim? Bəli, hansı iqlimdir bura yoldaşlar? Aralıq dənizi mövcuddur. Bəli, Aralıq dənizi. Bir dəqiqə, Aralıq dənizi mövcuddur. Bura oldu Aralıq dənizi. İki nə olar? Subtropikin kontinentalı. Misal üçün, Qaraqıl və Qızılqum səhrası ola bilər. Sonra hansı var? 3 isə subtropikin nə idi? Mussonudur. Misal üçün, subtropikin mussonu harada yerləşir? Böyük Çin düzənliyi, Kore yarımadasının cənubu, Kore yarımadası, bir də Yapon adalarının cənubu. Hansı oldu? Aralıq dənizi, 2 kontinental, 3 musson. Yəni D variantı. 36. Xəritə sxemdə verilən rəqəmlərə əsasən Avrasiyanın mülayim iqlim qurşağında yerləşən iqlim tiplərini müəyyən edin. Yoldaşlar, Britaniya adaları, mülayim dəniz, Avropa ümumiyyətlə, bax, bu hissələri oldu nə? Mülayim kontinental, mərkəzi isə kontinental, digər adından kəskin kontinental. Şərqində isə hara? Yapon adalarının şimalı, Saxalin adası, bax, bu ərazilər mülayimi mussonudur. Yeri gəlmişkən, mülayimi mussonda temperatur nəyə qədər düşür? -5-ə qədər. Yağıntılar yay aylarında, subtropikin mussonunda isə temperatur nə inirdi? 0-dan aşağı düşə bilmirdi. 0-a qədər olurdu. Bu incə məqamdır. Bunu da yadda saxlanmış olun. Bir dəqiqə bax, burada görsədim. Bir dəqiqə baxın. Subtropikin mussonu. Fikir verin, temperatur neçəyə qədər düşüb? 0-a qədər. Subtropikin mussonunda temperatur nədir? 0-dır. İndi mülayim mussonuna baxın, temperatur -5-ə qədər düşür. Bax, bu hissədə diqqətli olun. Növbəti sualımıza baxaq. Geoloji keçmişdə Antarktidanın iqliminin isti və rütubətli olmasını sübut edən səbəb. Geoloji keçmişdə deyir, Antarktidanın isti və rütubətli olmasının səbəbi. Əlbəttə ki, Antarktidada baxırlar ki, faydalı qazıntılar var və üzv mənşəli faydalı qazıntılardır. Deməli, həmin ərazilərdə vaxtilə canlılar yaşayıb ki, onlar çürüyüblər və üzv mənşəli faydalı qazıntılara çevriliblər. Canlıların yaşaması üçün həmin ərazinin iqlimi deməli vaxtilə əlverişli olub. Bəli. Yəni C variantına baxın. Üzv mənşəli faydalı qazıntıların olması həmin ərazinin vaxtilə iqliminin yaxşı olmasını və həmin ərazidə canlıların yaşamağına bir işarədir. 38. Asiyada rütubətli iqlim tipinin hakim olduğu ərazilər. Asiyada rütubətli iqlim hardadır? Əlbəttə ki, Asiyanın harasında? Asiyanın cənubunda rütubətli iqlim mövcuddur. Yəni Hindistan yarımadasında, Cənub-Şərqi Asiyada Hindiçin və Malakka yarımadalarında, həmçinin Sumatraya və Kalimantan, Yeni Qvineyanın bir hissəsi, Sulu Sulawesi adaları, Filippin adaları, bu ərazilər necədir? Asiyanın rütubətli iqliminin oldu. Bir də qütublərə yaxın ərazilər, Arktik iqlim qurşağının yerləşdiyi ərazilər də rütubətlidir. Çünki orada həm yağıntı azdır, həm də buxarlanma ki, rütubət boldur. Baxaq variantlara bir-bir. Baxaq. Qafqaz dağları Mərkəzi Asiya. Xeyr, Mərkəzi Asiya kontinentaldır. Qərbi Sibir düzənliyi, ümumiyyətlə burada kontinentaldır. Mesopotamiya ovalığı qurudur, tropikdir. Filippin adaları rütubətlidir. Cənub-Şərqi Asiya, Kalimantan adası, bəli, bax, bu ərazilər həmisi bayaq göstərdiyim ərazilər rütubətlidir. Böyük Çin düzənliyi, Cənub-Qərbi Asiya, misal üçün Ərəbistan rütubətli deyil. Avropada Aralıq dənizi sahillərində Barents dənizinədək yerləşən iqlim qurşaqlarının ardıcıl verildiyi sıranı müəyyən edir. Barents dənizinə qədər Avropada Aralıq dənizi sahillərindən. Baxaq, hansı var? Subtropikin Aralıq dənizi. Sonra nə var? Var mülayimin kontinental və dənizi subarktik iqlim qurşağı yerləşir. Aydındır. Növbəti 40-cı sual. Arktik hava kütlələrinin Avrasiya materikinə sərbəst daxil ola bilməsinin səbəbi. Çünki Avrasiyanın şimaldan həmin arktik hava kütlələrinin qarşısını kəsəcək bir sipər yoxdur. Həmin o sipər olmadığı üçün arktik hava kütlələri rahatlıqla Asiyanın mərkəzinə qədər gəlib, həmin ərazini quru, soyuq qışda kontinentallaşdıra bilir. Yəni, səbəb budur. Baxaq variantlara. Tundrada qalın meşə örtüyünün, xeyr, tundrada meşə örtüyü nəzikdir. Materikin şimalında düzənliklərin yerləşməsi, bəli.
Materikin şimal düzənliklərdir. Yəni dağlar, bir sədd yoxdur ki, şimaldan gələn hava kütlələrinin qarşısını kəssin. Ona görə rahatlıqla materikin mərkəzi hissələrindən daxil ola bilirlər. 41. Əsasən mülayim iqlim qurşağında yerləşən ovalıqlar. Mülayim iqlim qurşağının ovalıqlarına baxaq. Misal üçün Meksikayanı ovalıq, fikir verin. Baxın, Meksikayanı ovalıq yerləşir harda? Tropik və subtropikdə. Ona görə olmaz. Almaniya Polşa ovalığı yerləşdi harda? Bəli, mülayimdə. Ona görə B variantı. Mesopotamiya ovalığı iki çay arası yerləşdi harda? Yerləşdi subtropikdə. Laplato ovalığı. Laplato ovalığı yerləşdi harda? Tropikdə də yerləşir, subtropikdə də mövcuddur. Yəni mülayimdə deyil. Mərkəzi ovalıq. Mərkəzi ovalıq yerləşir harda? Avstraliyada tropikdə yerləşir, olmaz. Ona görə B variantı. 42. Aralıq dənizi iqlim tipində yerləşən yarımadalar. Hansı yarımadalardır? Bax, bu hissəyə baxın, Aralıq dənizində. Piriney yarımadası, Appenin yarımadası, Balkan, Kiçik Asiya yarımadaları yerləşir harada? Aralıq dənizi iqlim tipində. Appenin, Kiçik Asiya, Piriney və Balkan. 43. Asiya qitəsində bütöv zolaq yaratmayan iqlim. Bayaq da demişik ki, Asiya qitəsində bütöv zolaq yaratmayan iqlim tropik iqlimdir. O iqlim bütöv zolaq əmələ gətirə bilmir Asiya qitəsində. Başqa iki də, bəli, bir də subekvatorial. Subekvatorial da Asiyada cənubundakı yarımadanı və adaları əhatə edir. Yəni tam zolaq əmələ gətirə bilmir bu iki iqlim. 44. Afrikada daha çox yağıntı düşən ölkələr. Afrikada daha çox yağıntı düşən ölkələrə baxaq. Ümumiyyətlə, Afrikada ən çox yağıntı, bax, burada Kamerun vulkanının ətəklərinə düşür. Kamerun vulkanının ətəklərinə və bir də Kongoya düşür. Bəli, Kamerun. Bax, burada Kamerun vulkanı var. Kamerun ölkəsində Afrikanın ən bol yağıntı düşən ərazisi hesab edilir. Sonra Avstraliya və Antarktida üzərində müvafiq olaraq hakim olan hava kütlələrini müəyyən edin. Avstraliyada hakim küləklər hansıdır? Əsas iqlim olan tropik, misal üçün. Hakim küləklər tropik hava kütlələri olar. Antarktidada isə əsas iqlim qurşağı olan Antarktik iqlim qurşağının öz hava kütlələri. Yəni Antarktik hava kütlələri. Avstraliyada isə tropik. Yəni nə oldu? Tropik və Antarktik. Yəni D variantı. 46 nə deyir bizə? Antarktida materikinə ekspedisiyaların əsasən dekabr-yanvar aylarında təşkil olunmasının səbəbi. Sizcə, buraxıram bunu sizin məntiqinizə. Sizcə nəyə görə Antarktidaya dekabr və yanvar aylarında səfər eləyərlər? Əlbəttə ki, Antarktida soyuq yerdir. Həmin əraziyə isti vaxtı müraciət eləyərlər, gedərlər yəni. Cənubda yay, yəni isti vaxtı, yay fəsli nə zamandır? Bəli, dekabr, yanvar, fevral aylarında. Yəni bizim qışımızda cənubda yaydır ona görə. Qərb küləkləri xeyrinə əlaqə, bu dövrdə qütb gecələrinin olması, bu dövrdə yağıntılar, bu dövrdə materikin temperaturu nisbətən yuxarı olur. Çünki həmin vaxt orada yay olur. Avstraliyanın cənub-qərbində subtropik iqlim qurşağı daxilində müşahidə olunan iqlim tipi. Avstraliyanın arasında cənub-qərbində əlbəttə ki, söhbət gedir Perth şəhərindən. Perth şəhərinin iqlimi hansı iqlim qurşağı tipində yerləşir? Subtropikin Aralıq dənizi. Yağıntılar qış aylarında yağır. Cənubun qışı hansıdır? İyun, iyul, avqust ayları. İqlim diaqramı isə bu formadadır. Aralıq dənizi, bunu yaddan çıxardmaq olmaz. Temperatur 5-15 dərəcə, yağıntılar qış aylarında. Bu cənub üçün olan Perth şəhərinin diaqramı hesab edilir. Bax, bir də baxaq. Çünki bu subtropik. Aralıq dənizi testlərə çox-çox düşən iqlim diaqramı hesab edilir. Fikir verin, bax, bu cənubda olan Aralıq dənizinin iqlim diaqramıdır. Həmin Perth şəhərinin iqlimidir. Fikir verin, bax, bunların diaqramı budur. Şimaldakı bu hissələrin diaqramı isə məhz bax, bu diaqramdır. Şimalda hansı hissələrdədir subtropik? Aralıq dənizi ətrafı, bir də Kaliforniya ştatı Amerikada. Los Angeles yerləşən, misal üçün şəhər. Los Angelesdə bax, bu hissədə yerləşir. Növbəti, Cənub-Qərbi Asiyada formalaşan iqlim qurşaqları. Bəli, Cənub-Qərbi Asiyada. Asiyanın cənubi-qərbində formalaşan iqlim qurşaqları hansılardır? Bəli, tropikin səhrası. Tropikin səhrası
yerləşir. Tropik iqlim qurşağı. Cənub-Şərqi Asiyada müşahidə olunan, Şimali Amerikada isə olmayan iqlim qurşaqları. Cənub-Şərqi Asiyada müşahidə olunan ekvatorialdır. Həmin bu iqlim qurşaq Şimali Amerikada mövcud deyil. Bəli, ekvatorial. Cənub-Şərqi Asiyada subekvatorial da var. Bəli, subekvatorial ancaq Şimali Amerikada da var. Ona görə subekvatorialı götürmürəm yəni ki. Avrasiyada mülayim iqlim qurşağının kəskin kontinental tipi hansı ərazidə formalaşır? Mülayimin kəskin kontinental deyir. Kəskin kontinental Avrasiyada, bəli, Orta Asiyadadır. Orta Asiya harada? Misal üçün, Turan ovalığı, Orta Sibir yaylası, Qərbi Sibir ovalığı, Verxoyanski, Çerski, bax, bu ərazilər. Haralar, Orta Sibir yaylası, bəli, D variantı. 51. Verilən əlamətlər hansı materik üçün səciyyəvidir? Baxaq, ərazisində, nə deyir var? Ərazisində Arktik, mülayim, subtropik və tropik qurşağın səhraları yerləşir. Ərazisində Arktik, mülayim, subtropik və tropik qurşağın səhraları yerləşir. Lap gözəl. Sonra çayları 4 okean və daxili axarsı sözcüyə aiddir. Bu da gözəl. Ən böyük hündürlük amplitudu buradadır. Deməli, nə oldu? Ən böyük hündürlük amplitudu buradadır. Zodyarpak həmişəyaşıl meşə və korluqlar yayılmışdır. Əlbəttə ki, söhbət gedir Avrasiyadan. Bütün şərtlər Avrasiyanı ödəyir. Baxın, ərazisində Arktik var, mülayim var, subtropik var və tropik qurşağın səhraları yerləşir. Misal üçün, bir baxaq səhralara. Deyək, hansı səhralardır? Misal üçün, ərazisində Arktik buz səhraları var şimalda, bəli, şimal hissələrində. Sonra, subtropikin səhraları var, dedim, Qaraqum və Qızılqum. Tropikin səhraları da mövcuddur. Ərəbistanda Rübəl Xalid, Böyük Nafud, Kiçik Nafud, İranda Dəşt-i Kəvir və Dəşt-i Lut səhraları, mülayimdə isə Qobi səhrası mövcuddur. Bu şərt ödəyir. Çayları 4 okean və hövzəsinə və daxili axarsız hövzəyə. Misal üçün, daxili axarsız hövzə Aral dənizi və yaxud da Xəzər dənizinə axır çayları, daxili axarsız hövzə. 4 okean hövzəsinə aid olan isə Şimal Buzlu Okeanı, Ob-Yenisey, Kolima, Indigirka, Yana, Lena çayları mövcuddur. Həmçinin Atlantik Okeanında axan çayları var, kifayət qədər. Cənubda Hind Okeanında axan çayları var və şərqdə musson rejimi ilə qidalanan çayları da Sakit Okean hövzəsinə aiddir. Ona görə Avrasiya. Və ən böyük hündürlük amplitudu mövcuddur, bəli. Avrasiya materiki ən böyük hündürlük amplitudu mövcuddur, yəni. Ən alçaq nöqtəsi Ölü dəniz -402 metrə, ən yüksək nöqtəsi isə Jomolungmba, yəni Everest 8848 metrə. Dünyada quruda ən çox hündürlük amplitudunun olduğu materik hesab edilir. Avrasiyada qərbdən şərqə doğru tundra zonasının genişlənməsinin səbəbi. Nəyə görə qərbdən şərqə doğru tundra zonası genişlənir? Ona görə ki, qərbdən şərqə doğru subarktik və arktik iqlim qurşağının sahəsi artır. Buranın sahəsi artırsa, həmin ərazidə tundra zonası harada yerləşir? Əlbəttə ki, tundra zonası yerləşir subarktik və arktiklərdə. Həmin ərazinin sahəsi genişlənsə, deməli, həmin təbii zonanın da sahəsi genişlənəcək. Yəni, şərt budur. Yəni, iqlim də neyini? İqlimi sərtləşir də, yəni. Mərkəzə gedəndə, yəni şərqə gedəndə ərazi genişlənir, iqlim sərtləşir və tundra zonasının sahəsi artır. 53. Nə deyir? İspaniya, Türkiyə, İtaliya dövlətlərinə aid ümumi əlamətə baxaq. Baxın, bu ölkələri adama nə demək istəyir? Bu ölkələrə baxanda, ölkələr iqlim bölməsində adama demək istəyir ki, bizim hər birimiz subtropikin Aralıq dəniziyik. Bizim hər birimiz subtropikin Aralıq dənizi tipində yerləşirik. Bəli. Aralıq dənizi iqlim tipinə malikdirlər. Bax, bir də deyirəm, əsasən abituriyentlər, bax, bu Aralıq dənizinin iqlim diaqramını örgənin və iqlim diaqramı və yerləşdiyi ölkələr ən çox iqlimdən düşən diaqram və iqlim tipidir. Aralıq dənizi iqlim tipi. Bunu mütləq öyrənmək lazım. Ümumiyyətlə, iqlim diaqramlarını, iqlim tiplərini yaxşı öyrənmək lazımdır. İqlim, yəni ki, qəbula da düşən suallardandır. 54. Yayda nisbətən böyük miqdarda günəş şüaları almasına baxmayaraq, Antarktidada havanın soyuq olmasının əsas səbəbi. Çünki Antarktidada biz bilirik ki,
İqlimi yaradan əsas amillər var da. Hansılardır? Günəş şüalarının düşmə bucağı. Tamam, deyir ki, yayda günəş şüası böyük bucaqla düşər. Amma əsas amillərdən başqa yenə var idi axı. Nə idi? O da səth örtüyü idi. Bəli, Antarktida tamamilə buzla örtülü olduğu üçün orada səth örtüyündə albedo çoxdur. Albedo çox olduğu üçün də həmin ərazi günəş şüaları az udulacaq, böyük hissəsi yəni albedoya, əks olunmaya sərf olunacaq və həmin ərazi az qızacaq. Ona görə səthinin buzlaqlarla örtülü olması və albedonun yüksək olması. Bəli. Növbəti yer kürəsində ən güclü küləklərin Antarktida sahillərində formalaşmasının səbəbi. Heç Antarktida ətrafında formalaşmır. Ən güclü küləyin formalaşması üçün necə şərait lazımdır? O şərait lazımdır ki, təzyiq fərqi yüksək olmalıdır ki, külək şiddətli əssin. Bəli, Antarktida materikinin ətrafında su ilə quru arasında təzyiq fərqi həddindən artıq çoxdur. Təzyiq fərqi çox olduğu üçün orada da kəskin təzyiq fərqindən güclü küləklər yaranır, yəni ki. 56. Avustraliyanın quraq materik olmasının səbəbi. Nəyə görə Avustraliya quraq materikdir? Ona görə ki, ərazisinin böyük hissəsinin yüksək atmosfer təzyiq qurşağında yerləşməsi. Yəni, tropikdə çox geniş ərazi tutur. Ondan da əlavə olaraq qərbində, şərqində daha doğrusu, böyük su ərzi dağları Sakit okeandan gələn rütubətli havanın qarşısını kəsir və imkan vermir ki, materikin mərkəzinə rütubətli hava daxil ola bilsin. Ona görə dünyanın ən quraq materiki hesab edilir Avustraliya. 57. Cədvəli tamamlayın. Baxaq. Ən az yağıntı alan materik. Ən az yağıntı alan materik olsa da ifrat rütubətlənmə şəraitinə malikdir. Yəni, ən az yağıntı alan materik ümumiyyətlə Antarktidadır. Ancaq onun mərkəzi hissəsində Kongo çökəkliyi yerləşir və burada ifrat rütubətlənmə mövcuddur, yəni ki. Ucqar şimal nöqtəsi digər materiklərin ucqar nöqtələrindən cənubda yerləşir. Ucqar şimal nöqtəsi digər materiklərin ucqar cənub nöqtələrindən aşağıda yerləşir. Bir dəqiqə. Bu fikrə görə artıq getdik Antarktidaya. Ucqar şimal nöqtəsi bütün materiklərin ucqar cənub nöqtəsindən belə cənubda yerləşir. Yəni, bu fikrə görə konkret deyirik ki, Antarktida olacaq. Daimi küləklər il boyu materikin mərkəzindən kənara doğru əsir. Bəli, daimi cənub-qərb küləkləri, daha doğrusu cənub-şərqdən şimal-qərbə doğru əsən küləklər, daimi küləklər il boyu materikin mərkəzindən kənara doğru əsir. Bəli, ona görə Antarktida. 58. Şimali Amerikada təsərrüfatın inkişafına mənfi təsir edən amillər. Şimali Amerikada təsərrüfatın inkişafına hansı amillər mənfi təsir edir? Baxaq. Bir dəqiqə Şimali Afrika deyir burada. Amerika oxuyuram mən. Şimali Afrikada deyir ki, təsərrüfatın inkişafına mənfi təsir edən amillər hansılardır? Baxaq bir-bir. Faydalı qazıntıların olmaması, yəni faydalı qazıntı təsərrüfatla heç bir əlaqəsi yoxdur. İçməli su çatışmamazlığı, toz burulğanları, bəli, birbaşa cavabdır da. Yəni, təsərrüfat sahəsinin əkinçiliyin misal üçün zəif olmasının səbəbi nə ola bilər Afrikada, şimalında? İçməli su çatışmır. Yəni, suvarmada su problemi var. Ona görə. 59. Xəritə sxemdə təsvir olunan küləkləri müəyyən edin. Fikir verin küləklərinə. Hansı küləklərdir bu? Deməli, qışda misal üçün qurudan suya, yayda isə sudan quruya doğru əsən küləklər. Baxaq indi bir-bir şərtlərə. Passatlar və qərb küləkləri, gecə-gündüz küləkləri, yay mussonları və qış mussonları, yay mussonları, qış mussonları. Yayda sudan quruya, qışda qurudan suya. 60. Xəritə sxemdə rəqəmlərlə verilmiş ərazilərdə hakim olan yerli küləkləri müəyyən edin. Fikir verin, bu ərazidə hansı küləklər var, hakim küləklər? Bəli, qərb küləkləri hakim küləklərdir. Məhz bu ərazinin hakim küləkləri qərb küləklər hesab edilir. Sonra bizdən bir dəqiqə fikir verin. Yerli küləklər soruşursa, yerli küləklər. Diqqətli olun. Mən daimi küləkləri fikirləşdim. Yerli küləkləri fikir verin. Bax, burada Fransanı verir. Fransada bizim yerli küləkimiz vardı. Adı nə idi? Fransada Mistral idi. Mistral. Misal üçün, Baykal ətrafında sarma idi. Sarma. Avustraliyada Vili-Vili. Sonra başqa nə vardı? İtaliyada var idi Sirokko.
Filippində vardı nə? Baguvo. Aydındır. Bunlar yerli küləklər hesab edilirdi. Sonra toz burulğanları vardı. Afrikada Həbib, Səmum, Xəmsin küləkləri var idi. Azərbaycanda Ağyel, Qarayel, Xəzri, Gilavar küləkləri var idi. Qaradəniz ətrafında Bora küləkləri var idi. Yəni bir sözlə küləklərin də adını əzbərləmək lazımdır. 61. Mərkəzi Afrikanın iqlimi üçün səciyyəvi olmayan xüsusiyyətlər. Baxaq. Görək nə Mərkəzi Afrikanın iqlimi üçün səciyyəvi deyilmiş. Sutkalıq və illik temperatur amplitudu yüksəkdir. Mərkəzi Afrika ekvatorial ərazidir. Burada bir fəsil var, həmişə yay. Burada amplituda minimumdur, yəni yox dərəcəsindədir. Yəni aid olmayan elə A variantıdır da. İl ərzində çox yağıntı düşür, bəli. Səpələnən radiasiyanın payı üstündür, bəli, çünki buludlu ərazidir. Alçaq təzyiq qalxan havadır, bəli. Yüksək buludluq müşahidə edilir, bəli, qalxan hava, yüksək bulud. 62. İyun-avqust aylarında tropik hava kütlələrinin təsir etdiyi iqlim qurşaqları. İyun və avqust aylarında tropik hava kütlələri, yay aylarında tropik hava kütlələri hara təsir eləyər? Bəli, özündən qütblərə olan qonşularına. Kimlərə? Əlbəttə ki, subtropikə təsir eləyər. Şimalda subtropikə təsir eləyər iyul aylarında. Bax, fikir verin, diqqətli olun. Şimalda subtropikə təsir eləyər iyul aylarında. Bir də kimə təsir eləyər? Şimalda subekvatoriala təsir eləyər. Kim? Yay aylarında ekvatorial, bəli. Şimalda tropik təsir eləyər. Subekvatoriala isə ekvatorial təsir eləyər. İyul ayları, yəni yay ayları. Növbəti sual. Avrasiyada yerləşən şəhərlərdən hansında iqlim daha kontinentaldır? Hansı şəhərlər? Əlbəttə ki, kontinentallıq çox olan şəhərlər. Haralar? Yəni ki, Orta Asiyada yerləşən ərazilərdə kontinentallıq daha çox olar və iqlimdəki kəskin sərt olar. Baxaq bir, misal üçün. Ulan-Bator, kontinentallıq çox olar. Çünki hansı ərazidir? Mərkəzi Asiyadır, Monqolistan. Ufada xeyr, kontinentallıq o qədər çox olmaz. Ona görə A variantı olmaz. Daşkətdə bəli, kontinentallıq çox olar, Orta Asiyadır. Londona fikir verir, mülayim dənizdir. Kontinentallıq çox olmaz. Sonra Daşkənd kontinental, Almata kontinental, Aşqabad kontinental. Bəli, hər biri Mərkəzi Asiya kontinental ərazilər. Misal üçün, Hanoi kontinental deyil, rütubətli ərazidir. Singapur həmçinin. Aydındır. Sonra 64. Şimal yarımkürəsində tropik iqlim qurşağının pozulduğu ərazilər və bunun səbəbi. Tropik iqlim qurşağı pozulur. Bunun səbəbi, ümumiyyətlə, səbəbindən əvvəlcə deyim ki, tropik iqlim qurşağı Şimal yarımkürəsində harada qırılır? Hindistanla Pakistanın sərhəddi olan Tar səhrası rayonunda qırılır. İndi bunun səbəbinə baxar. Cənubi və Cənub-Şərqi Asiya mussonların təsiri. Bəli, Cənubi və Cənub-Şərqi Asiyada mussonlar təsir eləyir. Bu ərazilərə subekvatorial gətirir. Yəni musson hava kütlələri gətirir və ona görə də burada tropiki nə edirlər? Məhv eləyirlər. Tropik qırılır. Yəni variant A variantı olacaq. Amma digər şərtlərə də baxaq. Cənub-Qərbi və Cənubi Asiya, Cənub-Qərbi Asiya da quru ərazidir. Yəni bu ərazi qırmaz tropiki. Şimali və Qərbi Afrika, Şimal-Şərq passatları xeyr əlaqəsizdir. Meksika yaylası ilə Avrasiyanın nə əlaqəsi? Çünki tropik Avrasiyada qırılır. Mərkəzi və Şimali Asiya okeanların yumşaldığı təsiri. Mərkəzi və Asiyada okeanlar yumşaltmır. Bu ərazilər quru kontinental ərazilərdir. Növbəti. Ərazisinin xeyli hissəsini səhralar tutan ölkələr. Baxaq görək, hansı ölkələrin ərazisinin xeyli hissəsini səhralar tutur? Qazaxıstan, Monqolistan, İndoneziyada səhra var, rütubətli ekvatorial ərazidir. Olmaz. Sonra Rusiya, Kanada, Meksika, Braziliya. Deməli, Braziliyada səhra nə gəzər? Əlcəzair, Avustraliya, Özbəkistan, Türkmənistan, bəli, bu ərazilər kontinental ərazilərdir. Səhralar mövcuddur. Misal üçün, Əlcəzairdə Böyük Saxara səhrası yerləşir.
Sonra Avustraliyada Böyük Avustraliya səhrası, Sipson səhrası, Nollar Bor düzənliyi. Özbəkistanda misal üçün Qızılqum səhrasının bir hissəsi düşür. Türkmənistanda Qaraqum səhrası, yəni səhralar mövcuddur. Libiyada mövcuddur. Avstriyada xeyr, olmaz. Gürcüstanda xeyr, səhra olmaz. 66. Afrika materikinə aid olan xüsusiyyətlər. Baxaq, sahilləri zəif parçalanmışdır. Bəli, zəif parçalanıb sahilləri. Yəni ki, ətrafında fikir verirsə də Avustraliyanın, Avrasiyanın ətrafında demək olar ki, bir dənə yarımada var. Yəni ki, bir-iki yarımada var. Sinan və Somali yarımadası. Çünki sahilləri az parçalanmışdır. Ərazisinin əsas hissəsi qədim platformadır. Bəli. Ən böyük okeanla əhatə olunur. Xeyr. Yəni, Sakit okeandan sərhədli mövcud deyil. Ərazisi tropik və mülayim işıqlanma qurşağında yerləşir. Bəli. Bax, fikir verin. Tropik və mülayim işıqlanma qurşağı. Mülayimlə bu hissəsi tropik. Yəni, bunu iqlimlə qarışdırmayın. Bəziləri iqlimlə bunu qarışdırır və dərhal cavabı səhv götürür. Çayları 3 okean hövzəsinə aiddir. Baxaq görək hansı okean? Atlantik okeanı, Hind okeanı. 2 okean hövzəsinə aiddir. Yanlış fikirdir bu da. Yəni 1, 2, 4. Növbəti, Cənubi Amerika materikinin Afrikadan fərqli xüsusiyyətləri. Cənubi Amerikanın Afrikadan fərqli xüsusiyyətlərinə baxaq. Daha rütubətli olması. Cənubi Amerika dünyanın ən rütubətli materiki hesab edilir. Bax, bir də deyirəm, Cənubi Amerika ən rütubətli materik hesab edilir. Ərazisini cənub tropik xəttinin kəsməsi. Xeyr, Cənubi Amerikanı da kəsir, Afrikanı da kəsir. Hər ikisini kəsir. Daxili axarsız hövzəsinin çox az sahə tutması. Bəli, daxili axarsız hövzəsi Cənubi Amerikanın demək olar ki, yox səviyyəsindədir. Çünki bütün çayları Sakit və Atlantik okeanına axır. Daxili axarsız hövzəyə az çaylar axır. Buna görə 3-ü götürürük. Səhralaşma prosesinin intensiv getməsi. Xeyr, səhralaşma prosesi Afrikada daha çoxdur, baş verir yəni. Mülayim iqlim qurşağının müşahidə olunması. Bəli, Cənubi Amerikada mülayim var, Afrikada yoxdur. Ərazisinin çox hissəsinin qədim platformada yerləşməsi. Xeyr, ərazisində geosinkral ərazilər üstünlük təşkil edir. Yəni, qədim platforma Afrikaya baxanda azdır. Ona görə 1-3-5 A variantı. Avustraliyada cənub-şərqi burnundan York burnuna qədər bir-birini ardıcıl əvəz edən iqlim qurşaqları. Cənub-şərqdən York burnuna qədər hansı iqlim qurşaqları var? Başlayır subtropikdə keçir, tropik və subekvatorial. Subtropik, tropik və subekvatorial. C variantı. Asiyada musson iqliminə malik olan iqlim qurşaqları. Asiyada musson iqliminə malik olan iqlim qurşaqları. Bəli, hansı iqlim qurşaqları var? Subtropik mussonu var, bir də mülayim mussonu. Hansı əraziləri əhatə eləyirdi? Bir də deyək, subtropik mussonu hardaydı? Yapon adalarının cənubu, Koreya yarımadası, Böyük Çin üzərliyi. Temperatur 0-a qədər düşə bilirdi qışda. Yağıntılar yayda yağırdı. Mülayim mussonu isə haralara əhatə eləyirdi? Yapon adalarının şimali, Saxalin adası. Və temperatur -5-ə qədər düşürdü. Burada da yağıntılar yay aylarındaydı. Mülayim, bir də subtropik. Subtropik hansıdır? Subtropik. Uşaqları mülayim və subtropik. Bir də subekvatorial da nəzərdə tutub yəqin ki, burada yağıntıların yayda düşdüyünə görə. 70-ci suala baxaq. Avropanın iqliminin formalaşmasına Atlantik okeanının böyük təsiri izah olunur. Çünki isti cəryanlar girintili çıxıntılı Avropanın içərilərinə doğru təsir göstərə bilir. Qərbdən gələn dəniz hava kütlələrinin üstünlüyü materikin demək olar ki, girintili çıxıntılı olmasına əlaqədar nisbətən daxil hissələrinə qədər daxil ola bilir. Sonra 71-ə baxaq. Avrasiya materikinin mülayim iqlim qurşağında iqlim şəraitinin qərbdən şərqə doğru dəyişməsi əlaqədardır. Deməli, Avrasiya materikinin mülayim iqlim qurşağında iqlim şəraitinin qərbdən şərqə doğru dəyişməsi
əlaqədardır? Baxaq variantlara. Atlantik hava kütlələrinin təsirinin azalması kontinentallığın artmasına səbəb olur. Əlbəttə ki, bu A variantı düz fikirdir. Ona görə ki, fikir verin. Burada qərb küləkləri gəlir. Rütubətli havanı gətirir Atlantik okeandan. Bax, bu hissələrdə bol rütubət gətirir, yağıntıları il boyu bərabər paylanan mülayim dəniz olur. Avropanın qərbindəki adalardır. Mərkəzi hissələrinə artıq rütubət gəlib çata bilmir. Ural dağlarına qədər. Olur mülayim kontinental. Artıq Ural dağlarından şərqdə, Qərbi Sibir, Orta Sibir yaylalarında isə konkret kəskin kontinental olur. Yəni kontinental olur. Artır kontinentallıq. Çünki ümumiyyətlə demək olar ki, rütubət gəlib bu hissələrə çata bilmir. Bax, bu A variantı da bizə onu deyir. Digər variantlara baxaq. Misal üçün, şərqə doğru mütləq hündürlüyün azalması ilə. Yəni, bu əlaqə deyil. Günəş şüalarının düşmə bucağının dəyişməsi. Yəni, günəş şüalarının düşmə bucağı qərbdən şərqə doğru niyə dəyişsin ki? Enlik ki dəyişmir. Eyni enliyin üzərindədirsə, günəş şüalarının düşmə bucağı da bərabər olur. Şimal buzlu okeanından daxil olan arktik hava kütlələrinin təsiri. Şimal buzlu okeanının daxil olan arktik hava kütlələri yox. Buna əsasən qərbdən gələn hava kütlələri materikin mərkəzinə doğru gəlib çata bilməməsidir səbəb. Sonra, qərbdə və cənubda iri dağ sistemlərinin yerləşməsi ilə xeyr, bu da əlaqə deyil, yəni səbəb deyil. 72. Avustraliya və Antarktida materiklərinə aid olan ümumi əlamətlərə baxaq. Avustraliya və Antarktida materikinə aid olan ümumi əlamətlər. Baxaq, həm Avustraliya, həm də Antarktida materikinin ümumi əlamətləri. Gondvananın tərkib hissəsi olmuşdular, bəli. Afrika, Cənubi Amerika, Avustraliya, Antarktida Gondvananın tərkib hissələridir. Sutkalıq temperatur amplitudu çox böyükdür. Sutkalıq amplituda misal üçün tropikin səhrası Avustraliyada çox olar, amma Antarktidada ümumiyyətlə amplituda həmişə soyuqdur, amplituda azdır. Ona görə ikini götürə bilmərik. Atmosfer yağıntıları az düşür. Bəli, Antarktidaya da az düşür, Avustraliyada az düşür. Bura ərazilərdir, böyük hissələri. Buxarlanma qabiliyyəti aşağıdır. Baxaq, buxarlanmanın qabiliyyəti aşağıdır. Buxarlanmanın qabiliyyəti Avustraliyada böyükdür, ola bilsin Antarktidada azdır. Ona görə D-ni götürə bilmirik. 4. Enən hava axınları üstündür. Enən hava axınları hər biri yüksək təzyiq sahələridir. Hər birində enən hava axınları yüksəkdir. Ona görə 5-i də götürə bilmirik. Sahil xətləri çox parçalanıb. Bəli, sahil xətləri hər birində az parçalanıb. Ona görə 6-nı götürə bilmirik. 1, 3, bir də fikir verin bir dəqiqə Y-yə. Enən hava axınları üstündür deyir. Bu oxşar xüsusiyyətdə. Bunu niyə götürmədik? Enən hava axınları yüksək təzyiq sahələrində həmin ərazilər qütüb, enən hava, tropiklər, enən hava, yüksək təzyiq sahələri. 1, 3, 5 B variantı. Növbəti. Avustraliya və Antarktida materiklərinin fərqli əlamətləri. Bu səfər fərqli əlamətləri seçəcəyik. Gondvananın tərkib hissəsi olmuşdur hər biri. Sutkalıq temperatur amplitudu böyükdür. Fərqli xüsusiyyət. Bəli, Avustraliyada amplituda sutkalıq böyükdür. Çünki tropikin səhrasıdır Avustraliyada. Antarktidada yox. Yəni bu fərqli xüsusiyyəti götürə bilərik. Atmosfer yağıntıları az düşür. Hər birinə az düşür atmosfer yağıntıları. Qütb gecələri müşahidə edilir. Bəli, Antarktidada edilir, Avustraliyada yox. Fərqli xüsusiyyətdir. 2 işıqlanma qurşağında yerləşir. Avustraliya yerləşir hansı işıqlanma qurşaqlarında? 1. Mülayim işıqlanma qurşağında, bir də tropik 2 işıqlanma qurşağı. Antarktidada yerləşir mülayim və qütb işıqlanma qurşağında. Bu da oxşar xüsusiyyətdir. 2 okean suları ilə əhatə olunub. Antarktida materiki hansı okean suları ilə? Hind okeanı, Sakit okeanın sularıdır. Avustraliya materiki. Antarktida materiki isə Sakit okean, Hind okeanı, Atlantik okeanın suları ilə əhatə olunub. Yəni fərqli xüsusiyyətdir. 74. Hansı su hövzələri sahilində yay fəsli daha rütubətli keçir? Hansı su hövzələrinin sahillərində yay fəsli daha rütubətli keçər? Konkret isti cəryanların təsir elədiyi su hövzələrində yay ayları daha rütubətli keçər. Ümumiyyətlə, bir də musson və yaxud da subekvatoriyalarda yerləşən ərazilərdə, yerləşən su obyektlərində yay fəsli daha rütubətli keçər.
Xəzər dənizi nə əlaqə? Şərqi Çin dənizində bəli musson olduğu üçün götürə bilərik. Qırmızı dənizdə xeyr. Qırmızı dənizdə baş verə bilmir. Meksika körfəzində tropikdir. Burada il boyu rütubətlidir Meksika körfəzi. Yayda, yalnız yayda yox. Cənubi Çin dənizi. Cənubi Çin dənizində bəli mussonlardır, yayda rütubətli keçir. Aralıq dənizində yağıntılar qış aylarında yağır. Yəni qış rütubətli keçər. Ona görə D olmaz. Benqal körfəzində dedik ki, yağıntılar nə zamandır? Yağıntılar musson olduğu, daha doğrusu subekvatorial olduğu üçün yay aylarıdır. Şərqi və Cənubi Çin dənizləri oldu nə? Yay ayları, mussonlar. Bəli, D variantı. 75. Hansı su hövzələrinin sahilində yay isti və quraq keçər? 75. Hansı su hövzələrinin sahilində yay isti və quru keçir? Baxaq A variantına. A variantında misal üçün Meksika körfəzi. Bilirik ki, burada tropikin nə idi? Bu ərazidə tropikin rütubətli tipidir. Yəni bərabər keçir. Yay isti və yaxud da qışı quraq. Yəni bu formada deyil. Bütün fəsilləri yəni bol yağıntılı keçir. Bərabər rütubətli keçir. Ona görə A variantı olmaz. B'də Cənubi Çin dənizi. Bilirik ki, burada hansı iqlimdir? Burada mussondur. Yay isti və rütubətli keçir. Yəni quru olmur. Ona görə B də olmaz. C variantında Aralıq dənizi, Aral dənizi və Balxaş gölü. Bəli, bu 3 su obyektinin hər birində yay isti və quru keçir, müşahidə edilir. 76-cı suala baxaq. Müvafiq olaraq rütubətli tropik, mülayim dəniz və kontinental tropik iqliminə malik olan yarımadaları müəyyən edin. Baxaq birinci, Florida və Yucatan yarımadaları. Bax, bu yarımadalar yerləşir harada? Yerləşir tropikin rütubətli tipində. Bizdə nəyi soruşur? Rütubətli tropik. Deməli, Yucatan yarımadası uyğun gələr. Sonra, Jutlandiya yarımadası. Jutlandiya yarımadası, yəni Danimarkanın yerləşdiyi ölkə, Danimarka yerləşən ölkə, həmin ərazi nədir? Avropada mülayim dənizdir, bəli. Və Ərəbistan yarımadası, Ərəbistan yarımadası da ki, bəlli məsələdir ki, tropikin kontinental, səhra tipində mövcuddur. Yəni A variantı. Misal üçün digər variantlara baxaq. Florida yarımadası harda yerləşirdi? Florida bəli, tropikin rütubətlisidir. Balkan yarımadası Aralıq dənizi iqlimidir. Yəni uyğunluq pozular. Kiçik Asiya həmçinin Aralıq dənizi. Piriney yarımadası Aralıq dənizi. Ərəbistan tropikin səhrası, Somali isə subekvatorialdır. Ərəbistan tropik səhra, Skandinaviya tropik mülayimin dənizi də var, şimalında subarktik də var. Kaliforniya yarımadası yerləşir tropikin səhrasında. Kamçatka yarımadası mülayimin dəniz tipidir. Jutlandiya yarımadası mülayimin dənizidir. Kamçatka yarımadası mülayim dəniz, Jutlandiya mülayim dəniz, Taymır isə arktikdir. Ona görə uyğun variantımız A variantıdır. 77. Kanada Arktik arxipelagına az yağıntı düşməsinin səbəbi. Nəyə görə Kanadanın Arktik arxipelaqa, qütbə yaxın ərazi, şimali qütbünə yaxın Kanada Arktik arxipelagına yağıntı az düşür? Əlbəttə ki, il boyu təzyiq alçaq olur. Desək, atmosfer təzyiqin olması. Xeyr, il boyu alçaq təzyiq yox, yüksək təzyiqdir. Bilirik ki, tropiklərdə yüksək təzyiqdir. Ona görə A variantı olmaz. Misal üçün B variantında nisbi rütubətliyin yüksək olması. Xeyr, nisbi rütubət yüksək olsaydı, əksinə bol yağıntı olardı. Sonra alçaq temperatur, bəli, temperatur aşağı olur və enən hava axınları, bəli, enən hava axınları yüksək təzyiq və alçaq temperatur. Ona görə C variantı. D variantına baxaq. Düzənlik relyefin üstündə olması, xeyr, bu vacib, yəni səbəb deyil. Əks olunan radiasiyanın az olması, xeyr, əksinə əks olunan radiasiya albedo çoxdur qütublərdə. Növbəti 78-ci suala baxaq. Cənubi Asiyada iyun, iyul, avqust ayları üçün xarakterik hakim küləyin istiqamətini düzgün əks etdirən sxemi tapın. Cənubi Asiyada yay aylarında ekvatorial hava kütlələri təsir edir əsasən. Yəni hakim küləyin istiqaməti cənub küləyidir. Yəni C variantı. Hakim küləklər cənubdan şimala doğru hərəkət eləyir. Şərqi Asiyada dekabr-yanvar aylarında, Şərqi Asiyada qış aylarında hakim küləklərin istiqaməti.
Bilirik ki, Şərqi Asiyada musson iqlimdir. Yayda hava kütlələri dənizdən quruya, qışda isə qurudan dənizə. Yayda dənizdən quruya, qışda isə qurudan dənizə. Şərqi Asiyada qurudan dənizə, qışda, yəni qərbdən şərqə doğru əsən küləklər hesab edilir. 80-ci sual. Avrasiya materikində iqlim tiplərinə uyğun gələn əraziləri müəyyən edin. Baxaq. Mülayim dəniz. Gəlin xəritə ilə baxaq istəyirsiniz bəzi suallara ki, sizə də məsələlər aydın olsun. Baxaq. Mülayim dəniz eləmi? Mülayim dənizdə baxaq bunlardan hansı yerləşir? Şərqi Avropa, Qərbi Avropa. Bəli, fikir verin. Avropanın qərbi demişik ki, bu hissələr nədir? Mülayimin dənizidir. Deməli, Qərbi Avropa getdi 1-ə. Mülayimin kontinentalı artıq materikin Ural dağlarına qədər olan Şərqi Avropa hissəsidir. Bəli. 3 getdi 2-yə. Kontinental, yəni kəskin kontinental. Digər adından kontinental isə Orta Asiyadır. Yəni hara? Orta Sibir yaylası. 2 getdi 3-ə. Hə, musson iqlimdə isə Asiyanın şərq hissəsi, subtropiki və mülayimin mussonları, yəni Şərqi Asiya. Bu da bizim uyğunluğumuz. Növbəti sual. Xüsusiyyətlərin hansı əraziyə aid olduğunu müəyyən edin. Deyir, yağıntılar əsasən ilin isti dövründə düşür. Diqqət. Yağıntılar isti dövrdə düşürsə, baxın, mənim beynimdə 1-2 siqnal yanır ki, ola bilər bu musson iqlimi olsun, ola bilər bu subekvatorial iqlimi olsun. Çünki yağıntılar deyir yay aylarında düşür. Yəni ilin isti dövründə düşür. Qışda bulutsuz və günəşli hava üstün olur. Bax deyir, qışda da günəşli hava olur, amma bulutsuz olur. Bəli. Sədr rolu oynayan dağ yamaclarına daha çox yağıntı düşür. Bəli, hardasa bu subekvatorial olacaq. Çox güman ki, Gondwana qurusunun tərkib hissəsi olmuşdur. Bəli, Lavrasiya yox, Gondwana qurusunun tərkib hissəsi olub. Söhbət gedir hardan? Yəqin ki, Hindistan yarımadasıdır. Avrasiya yad qrup parçasıdır. Lavrasiya, yəni Gondwana'nın tərkib hissəsi olmuş Hindistan yarımadası, Cənubi Asiya. Bəli, bu ərazilərdə necədir? Yağıntılar əsasən yay aylarında yağır, ekvator təsir eləyəndə. Qışda bulutsuz olur və günəşli hava olur. Ümumiyyətlə, subekvatoriallarda 2 fəsil olur, yay və qış. Yay ilə qışın fərqi bircə yağıntıdadır. Hər ikisində isti olur. Lakin yayda yağıntı olur, ekvatorial təsir elədiyi üçün. Qışda isə tropik təsir elədiyi üçün yağıntı olmur. Sədr rolunu oynayır, bəli, bax bu hissədə Himalay dağları sədr rolu oynayır və dünyanın ən çox yağıntı düşən məntəqəsi də Hindistanda Çerepunçi məntəqəsi məhz həmin ərazidə yerləşir. 82-ci suala baxaq. Eyni en dairəsində yerləşmələrinə baxmayaraq, deyir, eyni en dairəsində, yəni enlikləri eyni olmaqlarına baxmayaraq, Kaliforniya yarımadasının iqliminin quru, Florida yarımadasının isə iqliminin rütubətli olmasının səbəbi. Baxaq. Burada əsas səbəblərdən də biri odur ki, yoldaşlar. Baxın, cəryanlar, okean cəryanları da iqlimin formalaşmasına, yəni təsir edən ikinci dərəcəli amillərdən hesab edilir. Fikir verin, Kaliforniya yarımadası, həmçinin Florida yarımadası təxminən eyni enlikdədirlər. Lakin Florida yarımadası rütubətli tropikdir, Kaliforniya yarımadası quru, səhra tropikidir. Nəyə görə belədir? Ona görə ki, bax bu hissədə olan isti cəryanlar, misal üçün Antil cəryanı, isti cəryan, bu əraziyə bol rütubət gətirir. Lakin baxın bu ərazidə olan, Kaliforniyada olan soyuq Kaliforniya cəryanı bu ərazini quraq iqlimə çevirir. Yəni səbəb budur. D variantı. 83-cü sual. Şimal tropik xətt üzərində yerləşməsinə baxmayaraq, Afrikanın qərb sahillərində iqlimin quru, Asiyanın şərq sahillərində isə rütubətli olmasının səbəbi nədir? Eynən yenə cəryanların təsiri var. Eyni enlikdə misal üçün Afrikanın qərb sahilləri soyuq kanar cəryanı təsir edir. Asiyanın şərq sahillərində isə isti cəryanların təsiri, yəni mussonların burada ərazinin rütubətli eləməsinə səbəb olur. Yəni C variantına baxın. Həmin enlikdə Afrika sahillərində soyuq, Asiya sahillərində isə isti okean cəryanlarının müşahidə edilməsi.
Şimali Amerikada Meksika körfəzindən Hudson körfəzinə qədər yerləşən iqlim qurşaqlarının ardıcıl verildiyi sıranı bizdən soruşur. Şimali Amerikada arada Meksika körfəzi sahillərindən Hudson körfəzi sahillərinə qədər iqlim qurşaqlarının ardıcıl verildiyi sıranı bizdən soruşur. Deməli burada nə var? Tropik. Sonra nə var? Gəlir subtropik, sonra isə var mülayim. Bəli. Tropik, subtropik, mülayim D variantı. 85. Avrasiyada subtropik iqlim qurşağının müvafiq olaraq Aralıq dənizi, kontinental və musson iqlim tiplərinə uyğun olan məntəqələri müəyyən edin. Avrasiyada Aralıq dənizi hardadır? Bax bu Balkan yarımadasında. Sonra kontinental hardadır? Bax bu Qaraqum və Qızılqum səhralarında. Sonra yəni ki İran yaylasının şimali hissəsi. Musson isə yerləşir harada? Avrasiyada musson yoldaşlar. Subtropik mussondan söhbət gedirsə, bax Yapon adalarının cənubu, Koreya yarımadası və böyük Çin düzənliyi. Bu ərazilər subtropik mussonudur və bunun diaqramında temperatur 0-a qədər düşə bilir. Yağıntılar yay aylarında olur. Bax bir Saxalin adası Yapon adalarının şimalı olan bax birinci məntəqə isə mülayim mussonudur. Burada isə temperatur -5-ə qədər düşə bilir. Ona görə bizə subtropik soruşduğu üçün 6-nı götürürük. Yəni 3, 5, 6 D variantı. Növbəti sual. Avrasiyada mülayim iqlim qurşağının müvafiq olaraq dəniz, mülayimin dənizi hardadır? Bax Skandinav yarımadasının qərb sahilləri mülayimin dənizidir. Sonra dəniz, kontinental və mülayim kontinental. Yəni kontinental deyəndə söhbət kəskin kontinentaldan gedir. Bu da əlbəttə ki Orta Asiyadadır. Bax bu hissədə Qərbi Sibir ovalığında. Mülayim kontinental isə Avropanın Şərqi Avropa hissəsində. Yəni 4. 3, 5, 4 D variantı. Növbəti sualımıza baxaq. İqlim diaqramının uyğun olduğu məntəqələri müəyyən edin. Baxaq. Birinci baxırıq iqlim diaqramına. Temperatur təxminən 5 və 25 dərəcə arasında dəyişir. Yağıntılar isə əsasən qış aylarında yağır. Bu diaqram mənə demək istəyir ki, mən ekvatordan şimalda Aralıq dənizi iqlim diaqramıyam. Aralıq dənizi. Çünki temperaturun 5-25 dərəcə arası təxminən, yağıntılarım qış aylarında. Mən ekvatordan şimalda Aralıq dənizi iqlim diaqramıyam. Yəni mən 2-də varam. Yəni mən başqa bəli bir də Kaliforniya ştatında, yəni Los Angeles şəhərində mövcudam. 2-5 B variantı. Növbəti sual. Sxemdə təsvir olunmuş adaya aid olan əlamətləri müəyyən edin. Yoldaşlar, söhbət Yeni Zelandiya adasından gedir. Yeni Zelandiya. Yeni Zelandiyanın bu hissəsi şimal adası, bu hissəsi isə cənub adasıdır və aid olan əlamətlər. Litosfer tavalarının konvergent zonasında yerləşirlər. Bəli, bu ada litosfer tavalarının konvergent zonasında, yəni geosinkronal zonada yerləşir. Tropik və subekvatorial iqlim qurşaqlarında yerləşirlər. Baxın, Yeni Zelandiyanın şimalı yerləşir tropikin dənizi, mərkəzi hissəsi tropikin rütubətlisi hər ikisində yerləşir, cənubunda isə mülayim dənizi yerləşir. Burada isə deyir, tropik və subekvatorial iqlim qurşaqlarında yerləşirlər, xeyr. Tropikdə düşür müəyyən hissəsi, amma subekvatoriala düşmür. Günəş üzərində zenitdə olmur. Bəli, çünki tropikdən kənardır. Ona görə zenitdə olmur. Litosfer tavalarının divergent zonasında yerləşir. Subtropik və mülayim iqlim qurşaqlarında yerləşirlər. Fikir verin, həm subtropikə düşür, həm mülayimə düşür. Bəli. İki okean sahilləri ilə əhatə olunurlar. İki okean suları ilə əhatə olunmuşdur. Xeyr, tamamilə sakit okeandadır. Baxın, onu deyim ki, iki okeanın, sakit okeanla Hind okeanının ayrıcığı bax bu Tasmaniya olan hissədədir. Yəni ki, Yeni Zelandiya tamamilə sakit okeanın ərazisində uyğun gəlir. Növbəti, xəritə sxemdə verilən iqlim tiplərinin qərbdən şərqə doğru düzgün ardıcıllığını müəyyən edin.
İqlim tiplərinin qərbdən şərqə doğru düzgün ardıcıllığı. Bəli, hər biri subtropikdir. Biri materiklərin subtropikdə qərbində yerləşir Aralıq dənizi, subtropikin Aralıq dənizi, şərqində isə cənubda materiklərin subtropikin şərqində yerləşən isə subtropikin rütubətli tipidir. Yəni bir baxaq variantlara. Aralıq dənizi bərabər rütubətli subtropik, yəni C variantı. Növbəti sual. Avrasiya materiki üçün xarakterik olmayan xüsusiyyətlər. Baxaq. Mülayim iqlim qurşağı daha geniş sahə tutur. Bəli, istər Şimali Amerika, istər Avrasiya. Hər birində mülayim iqlim qurşağı geniş ərazi tutmuşdur. Yəni bu fikir düz fikirdir. Bu doğru fikirdir, bizə aid olmayan lazımdır. Şimal yarımkürəsinin bütün iqlim qurşaqlarında yerləşir. Bəli, Avrasiya yeganə materikdir ki, ekvatordan şimalda bütün iqlim qurşaqlarında yerləşir. Bütün okeanlarla əhatə olunmuşdur. Avrasiya materiki bəli 4 okeanın 4-ü ilə də əhatə olunub. Bütün iqlim qurşaqları tam zolaq əmələ gətirirmi? Əsla. Tropik iqlim qurşağı tam zolaq əmələ gətirə bilmir. Ona görə D variantı. Daxilinə doğru kontinentallıq artır. Bəli, mərkəzi hissəsində rütubətdən uzaqlaşır və ona görə kontinentallıq artır. Növbəti. İki keçid iqlim qurşağının yanaşı yerləşdiyi materik və onun səbəbi. Fikir verin. Avrasiya materikinə baxın. Avrasiya. Burada iki keçid iqlim qurşağı yanaşı yerləşir. Hansı? Subtropiklə subekvatorial yanaşı yerləşirlər. Bunun səbəbi isə, yəni bu hissədə tropik əsas iqlim qırılır. Bunun səbəbi isə cənubdan təsir edən, bax bu hissənin təsir edən mussonların təsiri, yəni mussonların təsiri, bax bu Hindistan yarımadasını subekvatoriala çevirir və tropiki bu hissədə qırır. Və subtropiklə subekvatorial iki keçid iqlim qurşağı həmin ərazidə yəni qonşuluq mövqeyində olurlar. 92. İqlimin formalaşmasına təsir edən əsas amilləri müəyyən edin. İqlimin formalaşmasına biz bilirik ki, təsir edən iki cür amil var. Biri əsas amillərdir, digəri isə ikinci dərəcəli amillər hesab edilir. Əsas amillər coğrafi enlik, yəni günəş şüalarının düşmə bucağına təsir edən məsələ. Bir coğrafi enlik, bu əsas amillərdən hesab edilir. Sonra ikiyə baxaq. Seismik qurşağı ümumiyyətlə nə əsas amillər, nə ikinci dərəcəli amillərə aid deyil, yəni ümumiyyətlə. 3. Bəli, okean cəryanları iqlimin formalaşmasında əsas amillərdən hesab edilir. Sonra sahil xəttləri ümumiyyətlə bu ikinci dərəcəli amil olar, girintili çıxıntılı olması, Relyefdə iqlimin yaranmasına təsir edən amillərdən hesab edilir. Məs belə deyim də, bax iqlimin yaranmasına təsir edən iki cür amil var. Biri var əsas amillər, digəri isə ikinci dərəcəli amillər. Bax əsas amillərə nələr aiddir deyirəm, əsas amillərə. 100 dənə amil aiddir. Bir günəş şüalarının düşmə bucağı, yəni coğrafi enlikdən asılı olaraq bir. Sonra və ərazinin relyefi, yəni daha doğrusu səthin növü, yəni səthin növü buzlu mu, qardı mı, yəni səth örtüydə, səth örtüyü təsir edən əsas amillərdən. Nə oldu deməli? Bir, coğrafi enlik və iki günəş şüalarının düşmə bucağı, bir də dediyimiz kimi nə? Səthin növü, səth relyefi, daha doğrusu səthin növü. Buzlaqdır mı, yoxsa səhradır mı? Yəni səth örtüyü. Bu əsas amillərdir. Yerdə qalan belə deyim də, relyef olsun, sonra okean cəryanları olsun. Bunlar isə ikinci dərəcəli amillər hesab edilir. Növbəti sual. Baxaq. 93. Himalay dağlarına aid olmayan əlamətləri müəyyən edin. Himalay dağlarına aid olmayan əlamətlər. Şimaldan, yəni Himalay dağları bax bu hissədədir, bu hissədədir. Aid olmayan əlamət. Şimaldan Tibet yayləsi ilə həmsərhəddirmi? Bəli, Tibet yayləsi ilə həmsərhəddi, aid olandır. Şimal yamaclarında rütubətli musson iqlimi hakimdir. Şimal yamaclarında yox, rütubətli musson iqlimi cənub yamaclarında hakimdir. Ona görə B variantı. Seismik cəhətdən
çox fəaldır. Bəli, Himalaylar seismik fəaldır. Cənub yamacları musson küləklərinin təsiri altındadır. Bəli, cənub yamacları musson küləklərinin təsiri altındadır. Yüksəklik qurşaqları aydın seçilir. Bəli, yüksək ərazi olduğu üçün yüksəklik qurşaqları burada aydın müşahidə edilir. Növbəti. Amerika qitəsində mütləq maksimum temperatur və ən az yağıntının qeydə alındığı ölkələrin müvafiq ardıcıllığını müəyyən edin. Mütləq maksimum temperatur harda qeydə alınıb? Ölüm dərəsində -86 metr ABŞ-a məxsusdur. Bəli, Amerika qitəsində ən yüksək temperatur haradadır? Ölüm dərəsində -86 metrə qeydə alınmışdır. Ən az yağıntının müşahidə edildiyi ərazi isə hətta dünyanın ən quraq ərazisi olan Atakama səhrasıdır. O isə yerləşir harada? Əlbəttə ki, Çilinin ərazisində, yəni A variantı. 95. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Afrika və Antarktida materikinin müqayisəsidir. Qütb ulduzu müşahidə edilir. Əlbəttə ki, qütb ulduzu ekvatordan şimalda müşahidə edilir. Yəni Afrikada müşahidə edilir. Enəl hava axınları hakimdir. Afrikada tropik var, enəl hava var. Antarktidada qütblər var, enəl hava var. Yəni bu oxşarlıqdır. Materik tipli yer qabığı üstündür. Materik tipli yer qabığı üstündür. Afrikada materik tipli yer qabığı mövcuddur, var, üstündür. Həmçinin Antarktida materikində də materik tipli yer qabığı üstünlük təşkil edir. Bir dəqiqə yoldaşlar, burada Afrika yox, Arktikada, mən buranı Afrika oxuyuram. Afrika və Antarktida müqayisəsini bizdən soruşur. Bəli, qütb ulduzu müşahidə edilir şimalda Arktikada, bəli, Arktika. Yəni bir getdi birə. Sonra enən hava axınları bəli, həm Arktikada, şimalda, həm cənubda Antarktidada. Yəni qütblərdə enən havalarda 2 oldu oxşarlıq. Materik tipli yer qabığı üstündür, yəni Antarktida materikində. 3 getdi 2-yə. Antarktida materikində. Ən uzun qütb gecələri müşahidə edilir. Qütb gecələri şimalda və cənubda hər birində qütb enliklərində, dairələrindən şimalda, müşahidə və yaxud da cənubda, yəni qütblərə yaxın ərazilərdə qütb gecələri və yaxud da gündüzləri müşahidə edilə bilər. Yəni ona görə 4 oxşarlığa aiddir. Qalın buz örtüyünə malikdir. Əlbəttə ki, Antarktidada qalın buz örtüyü mövcuddur. 5 getdi Antarktidaya. Buz örtüyünün qalınlığı nisbətən azdır. Bu isə getdi şimala. Şimalda, Arktikada, Şimal Buzlu Okean üzərində buz örtüyünün qalınlığı nisbətən azdır. Antarktidada isə kifayət qədər qəlinliyə malik buz örtüyü mövcuddur. Növbəti sual. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Afrika ilə Avstraliya. Afrika materiki ilə Avstraliya materiki. Dekabr, yanvar, fevral aylarında ekvatorial hava kütlələri hakim olur. Bəli, Avstraliyanın şimalında, subekvatorialda dekabr, yanvar, fevral aylarında ekvatorial hava kütlələri hakim olur. Həmçinin bu Afrika üçün də bu formadadır. Afrikanın misal üçün subekvatoriallarında, cənub subekvatorialında dekabr və yanvar, fevral aylarında həmin ekvatorial hava kütlələri hakim olur. Ona görə nə oldu? Bir getdi oxşarlığa. Sonra subtropik iqlim qurşağının kontinental tipi mövcuddur. Deməli, subtropikin kontinentalı Avstraliyada hardadır? Nollar bor düzənliyində subtropikin kontinentalı mövcuddur. Ancaq Afrikada mövcud deyil. Subtropikin Aralıq dənizi var, bərabər rütubətlisi var. Şimalında isə yeni Aralıq dənizi mövcuddur. Bəli, 2 getdi deməli hara? Avstraliyaya. Şimal passat küləklərinin təsirinə məruz qalır. Bəli, passatlar bax bu istiqamətdən əsən küləklərdir. Onlar Afrikada mövcuddur, ancaq Avstraliya materikində isə passatlar mövcud olmur. Yəni 3 getdi Afrikaya. Sonra şərq hissəsində əhali sıx məskunlaşmışdır. Bəli, bu Avstraliyaya məxsus olan xüsusiyyətdir. Şərq hissəsində əhali daha sıx məskunlaşıb. Yəni 4 getdi Avstraliyaya. Ucqar cənub nöqtəsi subtropik iqlim qurşağında yerləşir.
Ucqar cənub nöqtəsi, bəli, subtropikin Aralıq dənizi iqlim qurşağında yerləşir. Ümumiyyətlə subtropik iqlim qurşağında yerləşir. Demir Aralıq dənizidir. Ümumiyyətlə Aralıq dənizi subtropikə aid olduğu üçün Afrikaya aid olan xüsusiyyətdir. Həmçinin cənub-şərq ucqar nöqtəsi olan Avstraliyanın cənub ucqar nöqtəsi də subtropikin rütubətlisində yerləşir. Yəni bu da subtropikdə yerləşir. Yəni bu hər ikisinə aid olan xüsusiyyətdir. 5 də gedir oxşarlığa. Növbəti cədvəli tamamlayın. Baxaq. Aralıq dənizi bir nədir? Fikir verin, Aralıq dənizi iqlimi. Deməli birin yerində nə olmalıdır? Əlbəttə ki, subtropik iqlim qurşağı. Subtropik. Çünki onun Aralıq dənizi tipi var. Aralıq dənizi tipində nə yerləşər? Subtropikin 2, Çin. Yoldaşlar, Çinin ərazisində. Subtropikin hansı tipi var? Subtropikin var Çinin ərazisində. Kontinental və musson tipi mövcuddur. Eləmi? Kontinental və musson tipi mövcuddur. Sonra davam eləyək indi. Misal üçün birdən olmalı idi subtropik iqlim qurşağı. Çünki Aralıq dənizi tipini verib. Ona görə tropiklə olanı çıxırıq. Mülayimlə olanı çıxırıq. Bizə subtropik lazımdır. Digər variantlarda subtropikdən başqa hər birini çıxmaq lazımdır. Bax, bu mülayimədə çıxırıq. Ya D variantı qalır, ya da ki C variantı. Davam eləyək. C variantına baxaq. 2 deri mülayim iqlim qurşağı. Daha doğrusu musson iqlim tipi olar, subtropikin olar, mövcuddur, bəli. 3-də Aralıq dənizi Türkiyəyə düşərmi? Bəli, düşər. 4 isə həm Çin üçün, həm Türkiyə üçün Asiya qitəsində yerləşir. Bəli, C variantı düzgün variant olar. Digərində görək səhvlik nədə idi? D variantında subtropik iqlim qurşağı kontinental tipi olar. 3 Mərakeş artıq subtropikdə olsa da Mərakeş Asiyada yerləşmir. Yəni ona görə D variantı olmaz. Növbəti 98. Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Şimali Amerika materiki ilə Avrasiya materiki. İyun, avqust aylarında mülayim hava kütlələrinin hakim olduğu iqlim qurşaqlarına malikdir. Mülayim hava kütlələri yay aylarında hakim olursa, mülayim hava kütlələri yay aylarında hakim olursa, yəni subaktiklərdə hakim ola bilər. Şimali Amerika materikində də, Avrasiya materikində də yay aylarında hakim hava kütlələri mülayim olur subaktiklərdə. Ona görə hər birinə aid olan xüsusiyyətdir. Yəni oxşarlığa gedir. Sonra tropik iqlim qurşağı bütöv zolaq yaradır. Tropik iqlim qurşağı həm Şimali Amerikada, həm də Avrasiyada mı? Yox, Avrasiyada yarada bilmir. Yalnız Şimali Amerikada tropik iqlim qurşağı zolaq əmələ gətirir. Tam qurşaq yəni. Ekvatorial iqlim qurşağı yaranmır. Bəli, Avrasiyada mövcuddur ekvatorial, ancaq Şimali Amerikada ekvatorialdan başqa hər biri var. Yalnız ekvatorial iqlim qurşağı yoxdur. Ona görə ekvatorialı getdik hara? Avrasiyaya aid elədik. Ucqar nöqtələri 3 yarımkürədə yerləşir. Baxaq, ucqar nöqtələri 3 yarımkürədə yerləşir. Misal üçün, bax, ümumiyyətlə Şimali Amerika materiki tamamilə 2 yarımkürədədir. Şimal və qərb yarımkürəsində. Yəni bir materik ki 2 yarımkürədə yerləşirsə, onun heç vaxt ucqar nöqtələri 3 yarımkürədə ola bilməz yəni. Ona görə 3 yarımkürə söhbəti Şimali Amerikaya aid deyil. Avrasiyaya aidmi? Baxaq. Avrasiya materikinin ucqar nöqtələri deməli həm ekvatordan şimalda var, həm şərqdə var, həm qərbdə var. Bəli, deməli 3 yarımkürədə yerləşir ucqar nöqtələri. 4 gedir Avrasiyaya. Şimal yarımkürəsindəki bütün iqlim qurşaqlarına rast gəlinir. Şimal yarımkürəsindəki bütün iqlim qurşaqlarına rast gəlinir. Bu əlbəttə ki yeganə materikdir ki, ekvatordan şimalda Şimal yarımkürəsinin bütün iqlim qurşaqlarına rast gəlinir. Bu Avrasiyaya aid olan xüsusiyyətdir. Bir dəqiqə burada nəyi səhv eləmişik? Bir dəqiqə burada deməli ekvatorial iqlim qurşağı yaranmır. Biz yaranan fikirləşmişəm. Ekvatorial iqlim qurşağı yaranmırsa, yəni söhbət Şimali Amerikadan gedir ki, mən onu niyə Avrasiya yazmışam? Texniki səhv olub. Ekvatorial iqlim qurşağı Şimali Amerikaya da yaranmır, yəni ki, Avrasiyada mövcuddur.
Növbəti sual. Xəritə sxemdə verilən A və B məntəqələrinin eyni iqlim tipində yerləşməsini sübut edən amil. A və B məntəqələri eyni iqlim tipində yerləşir. Bəli, şimalda subtropik aralıq dənizidir. Avrasiyanın misal üçün cənubu, Avropanın cənubu. Bax bu hissədə isə Afrikanın cənub-qərbi subtropik aralıq dənizidir. Bizdən nə istəyir? Eyni iqlim tipində yerləşməsini sübut edən amil. Baxaq görək. Hər birində yay isti və necə olur? İsti quraq, qışı isə mülayim və yağıntılı olur. Hər birində yay isti və qışı isə yağıntılı olur, belə deyim. Baxaq şərtlərə. Səhra və yarım-səhra landşaftının hakim olması. Xeyr, səhra və yarım-səhra mövcud deyil. Yağıntıların dekabr, yanvar, fevral aylarında düşməsi. Bəli, A üçün bu aylar düzdür, ancaq cənub üçün tam əksi olur. Quru mövsümü eyni aylarda olması, xeyr, eyni fəsildə olması. Aylar fərqlidir. Çünki şimal və cənub yarımkürələrində proseslər tam bir-birinin əksidir. Fəsillər üzrə temperaturun sabit qalması, xeyr. Çünki 4 fəsil müşahidə edilir, temperatur da sabit qalmır, dəyişkəndir. İsti yay olur və mülayim qışın, yəni mülayim, rütubətli, yağıntılı qışın keçməsi hər birinə aid olan xüsusiyyətdir. 100-cü suala baxaq. Venn diaqramla verilən xüsusiyyətlər xəritə sxemdə hansı əraziyə aiddir? Baxaq. Yağıntıların il boyu paylanmasında fərqlər müşahidə olunur. Bax, ekvatorialda yağıntıları fərqlər müşahidə edilmir. Aydındır. Mülayim dənizdə yağıntılarda fərqlər müşahidə edilmir. Həmçinin Alyaskasında. Yağıntılar il boyu bərabər paylanır. Ancaq burada nə deyir? Yağıntıların il boyu paylanmasında fərqlər müşahidə olunur. Ya 4-dür, subekvatorial, ya da cənubdakı Pert şəhəri Aralıq dənizi iqlimi. Baxaq. Dekabr, yanvar, fevral aylarında quraq iqlim şəraiti hakim olur. Bax, dekabr, yanvar, fevral aylarında, qış aylarında quraq iqlim hansı ərazidə olur? Əlbəttə ki, misal üçün Hindistan yarımadasında qış aylarında yağıntı olmur. Dekabr, yanvar, fevral aylarında quraq iqlim şəraiti, yəni yağıntı olmur. Cənubda yağıntı, ümumiyyətlə Aralıq dənizində yağıntılar yay aylarında olmur. Cənubun da yayı dekabr, yanvar, fevral aylarıdır. Deməli, bu hər ikisinə aid olan xüsusiyyətdir. Bax, bu 4-cü, bu fikir. Yay aylarında şimaldan isti və quru hava kütlələri daxil olur. Yay aylarında şimaldan isti və quru hava kütlələri hakim olur. Yəni ki, tropik təsir eləyir. Kimə? Subtropika. Ona görə yayda subtropikdə yağıntı yağmır. Deməli, söhbət Pert şəhərinin iqlimindən gedirmiş. Yəni, cənubda Aralıq dənizi. Növbəti suala baxaq. Nə deyir? Xəritə sxemə əsasən yağıntıların il boyu təxminən bərabər paylandığı əraziləri müəyyən edin. Yağıntıları bərabər paylansın. Deməli, xəritə sxemə əsasən yağıntıların il boyu təxminən bərabər paylandığı əraziləri müəyyən edin. Fikir verin, 2 nədir? Amazon ovalığı, ekvatorial, yağıntısı il boyu bərabər. 3 ilə 6 subtropikin bərabər rütubətli tipi, yağıntıları bərabər paylanır. Həmçinin Böyük Britaniya mülayim dəniz iqlim tipi, yağıntılar il boyu bərabər paylanır. Verilən qarı xəttinin başladığı yüksəkliklərə əsasən El, M və N dağlarının yerləşdiyi məntəqələri xəritə sxemə əsasən müəyyən edin. Fikir verin,